Qarabağ FK 1987-ci il Azərbaycanın Ağdam şəhərində yaradıldı. O dövrlərdə bu klub sadə bir regional komanda idi. Nə böyük büdcəsi var idi, nə də ölkə xaricində tanınırdı. Amma bir şey var idi, onun adı. Qarabağ adı Azərbaycan üçün hər zaman xüsusi məna daşıyıb. Bu klub yaranan gündən təkcə futbol oynamırdı, Ağdam təmsil edirdi. 1990-cı illərin əvvəli Qarabağ müharibəsi başladı. Ağdam işğal olundu. Şəhər tamamilə dağıdıldı. Stadionu itirdi, şəhərini itirdi, azarkeşini itirdi. Klub köçkün düşdü. İllərlə Qarabağ ev oyunlarını Bakıda, Sumqayıtda, müxtəlif stadionlarda keçirdi. Amma hər oyuna çıxanda Ağdamın adını sinəsində daşıyırdı. Bu dövr Qarabağ üçün ən ağır illər idi. Bir çox klublar bu cür şəraitdə yox oldu. Amma Qarabağ ayaqda qaldı. Bəzən zəif nəticələr oldu, bəzən maliyyə çətinlikləri yaşandı. Amma klub heç vaxt təslim olmadı. 2008-ci il Qarabağ FK-nin tarixində tarixi dönüş nöqtəsi. Komandanın başına Qurban Qurbanov gətirildi. Bu sadəcə məşqçi dəyişikliyi deyildi. Bu bir fəlsəfənin başlanğıcı idi. Qurban Qurbanov uzun müddətli plan qurdu. Yerli futbolçulara güvəndi. Komandaya intizam və inam gətirdi. Qarabağ artıq təsadüflərlə yox, sistemlə oynayırdı. 2010-cu illərdən etibarən Qarabağ Premyer Liqada ardıcıl çempionluqlar qazandı. Rəqiblər ilə fərq açdı. Azərbaycan futbolunun flaqmanına çevrildi. Artıq ölkə daxilində Qarabağ lider idi. Əsl dəyişikliyi Avropada hiss olundu. Qarabağ Avropa Liqasında qrup mərhələsindən çıxdı. Güclü klublarla bərabər mübarizə apardı. Rəqiblərin hörmətini qazandı. Avropada artıq Qarabağı da tanınırdı. 2017-ci il Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə çıxan ilk Azərbaycan klubu oldu. Chelsea, Roma, Atletico Madrid. Bu oyunlar təkcə futbol deyildi. Bu Azərbaycanın Avropada görünməsi idi. Bir çox klublar bir dəfə uğur qazanır və yox olur. Qarabağ isə davamlı oldu. Hər il Avropa turnirlərində çıxış, hər il yeni rekordlar. Bu təsadüf deyildi. Bu illərin zəhmətinin nəticəsi idi. 2020-ci il Ağdam azad edildi. Qarabağ üçün bu həm tarixi, həm də duyğusal zirvə idi. Bir klubun adı ilə dəyişdiyi torpaqlar yenidən azad edildi. Bu futbol tarixində nadir hallarda görülən bir hadisədir. Bugün Qarabağ Avropada tanınan klubdur. Azərbaycanın UEFA reytinginin əsas daşıyıcısıdır. Sabit və planlı idarə olunan model klubdur. Artıq Qarabağ nümunədir. Qarabağ köçkün oldu amma sınmadı. Dağıntıdan keçdi amma gücləndi. Kiçik başladı amma Avropada səs saldı. Bu klub sadəcə futbol oynamır. Bu klub tarix daşıyır.